Bundan hardasa bir həftə qabaq Quranda Supernova partlayışlarında ortaya çıxan Rosetta nebulaya işarə olduğundan bəhs elədik. Bu nebula digər nebulalardan fərqlənib qırmızı gülə bənzəyir. Biz bunu yeni kəşf etdiyimiz halda Rahman surəsi 37-ci ayəyə baxanda tam üstünə düşürmüş kimi əsrlər öncə göydə qırmızı gülə bənzəyən bir partlayışdan danışıldığını görürük. İndi demək istədiyim nədir? Biz bu videonu paylaşandan bir neçə gün sonra videoyla bağlı izləyicilərimizin birindən mesaj aldıq. Bir müddət danışandan sonra bir növ videonun əslində yarımçıq qaldığını bizə açıq-aydın göstərmiş oldu. Biz də aramızdakı bu söhbəti video halına salıb göstərmək istədik. Deməli, məsələ nədir? Birinci, izləyicimiz bizdən həmin bu Rosetta nebula haqqında daha detallı araşdırmağımızı və bu nebulanın digər adının nə olduğunu, həmçinin harda yerləşdiyini soruşdu. Düzü bir araşdırma elədik, öyrəndik ki, Caldwell deyə bir siyahı var və bu Rosetta nebulaya da başqa adı olaraq bu siyahıda Caldwell 49 deyilir. Həmçinin H2, yəni iyonlaşmış hidrogen bölgəsində yerləşir. Ardınca bizdən Rahman surəsi 37-ci ayəyə yenidən baxıb, vardətən, yəni qırmızı gül mənasına gələn sözdən sonrasını, yəni ayənin axırını hərəkətsiz oxumağımızı istədi. Hərəkətsiz oxuduq və ortaya nə çıxdı? Kəld, ardınca H hərfi və son olaraq ikiliyi, iki şeyi ifadə edən təsniyə hərfləri. Baxın, ayənin sonunun bu cür bitdiyini görəndə keçirdiyim hissləri nə göstərə, nə də sözlə ifadə edə bilərəm. Amma ən azından bunun nə qədər ciddi bir dəlil olduğunu anlada bilərəm. Daha dəqiq başa düşmək üçün mövzunun üstündən bir də keçək. Ortada bir nebula var və bu nebula qırmızı gülə bənzəyir. Quranda da bizə digər nebulalardan fərqlənən bu qırmızı gülə bənzəyən Rosetta nebulaya işarə olunur. Ardınca baxırıq ki, bu nebulanın başqa bir adı Caldwell'dir və H2 bölgəsində yerləşir. Həmin qırmızı güldən danışılan ayənin sonu isə Cald H2 deyə bitir. Bunu bir dənə düşünün. O qədər minlərlə ayə arasında Cald H2 ifadəsini məhz bu ayənin içində yerləşdirmək necə bir təsadüf əsəri ola bilər? Rasulullah sallallahu aleyhi və səlləm gələcəkdə Caldwell deyə bir siyahı hazırlanacağını, bu nebulanın da H2 bölgəsində olduğunu bilib, həmin məhz bu ayənin axırına Cald H2 ifadəsini necə yerləşdirə bilərdi? Bu ayənin cüzi bu hissəsini 14 əsr bundan qabaq yazmaq üçün belə həm gərək gələcəyə gedəsən, həm də bütün ulduzları, nebulaları gedib görüb tanıyasan. Heç bu dəlil belə bəhs eləyir Quranın Allah kəlamı olduğunu anlamağa.